Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə 2025-ci il 23 noyabr tarixində keçirilmiş OTK sınağının ingilis dilinin izahını verəcəm. 9-cu sinif üçün testlərimizdir bunlar. Baxaq birinci sualımızdan başlayaq. Birinci sualda bizdən deməli positive case istəyir. Positive case seçmək üçün baxaq görək. Birinci variantda A bəndində Marx had a must. E varsa must cəmdə olmamalıydı. Ona görə bir səhvdir. A səhvdir. This author's book was the best choice. Bəli, bu müəllifin kitabı. Bəli, doğru cavabdır. Doğru cavabımız elə B bəndidir. Sonra C bəndində nə səhvdir? Zizdən sonra olsa sözü cəmdə gəlməməli idi. Çıxdı. The child belə bir söz yoxdur. Child cəmlənəndə children olur. Kökündən dəyişir. David is going abroad to study-dir burada. Nədən bilirik? Əgər burada David's going dediksə, tutaq ki, Davidin gedişi. Bəs hanı bu cümlənin feili? Feili yoxdur, xəbəri yoxdursa, onda əgər bir cümlə, biz bilirik, bitmiş fikri ifadə edir. Bir cümlənin bitmiş fikri ifadə eləməsi üçün mübtədə xəbər ən azı olmalıdır ki, biz bilək ki, orada bir cümlə fikir bitdi və nə deyildiyi anlaşıldı. Ancaq burada əgər Davidin gedişi xaricdə oxumaq üçün vəssalam belə olur. Yəni söz birləşməsi olur, cümlə olmur. Ona görə də doğru cavabım olacaq B bəndi. Növbəti sualımıza baxırıq uşaqlar. Növbəti sualımızda deməli nə deyir? Quantifiers'a aid testlərimizdir. Burada books var. Books varsa variantlara baxıram. Many A bəndində, B bəndində birinci tərəfdə many, C bəndində much booksdan işlənməz çıxıram. A lot olmazdı. A lot of olardı ki, işlənsin. E bəndini saxlayıram. Çünki a lot of həm sayılanla, həm sayılan cəm, həm də sayılmayanlarla işləyir. Sonra keçirəm ikinci tərəfimə baxıram. İkinci tərəfdə money var. If you ilə işləməz. A bəndi getdi. Sonra little, bir də much. Onda deməli mənaya baxacağıq. Deyir ki, I can't buy many books və yaxud a lot of books. Mən çox kitab ala bilmirəm. Çünki kitab ala bilmirəmsə, demək mənim pulum azdır da. Çox pulum varsa niyə ala bilmirəm ki? E bəndi getdi. Doğru cavab qaldı B bəndi. Növbəti sualımıza baxırıq. Növbəti sualda adjektiv sifət cərgəsini seçin deyir. Baxırıq sifət cərgəsi burada. Empty, boş, fluent, səlis, noisy, səsli. Elə doğru cavabım A bəndi olacaq uşaqlar. O biri bəndlər yanlışdır. Hərəsində məsələn B bəndində rule var, situation var, C bəndində condition var, accent var, D bəndində village var, race var. E bəndində də nə bilim, E bəndində hamısı isimdir. Bizə lazımdır sifət cərgəsi. Doğru cavabım A bəndi olacaq. Davam edirik definition testindən. Deyir ki, which word with option to help somebody remember something. Kiməsə nəyisə xatırlamağa kömək eləmək. Yəni nə etmək? Xatırlatmaq. Xatırlatmaq sözü də uşaqlar. Baxın, E bəndi to feel-dir, hiss etmək əlaqəsi yoxdur. D bəndi happen-dir, baş vermək. Work, işləmək, keep, saxlamaq. Amma remind nə idi? Xatırlatmaq. Elə birbaşa bu sözün definitionu, remind sözün definitionu to help somebody remember something-dir. Ona görə doğru cavabım olacaq A bəndi. 60-cı sualda isimlər cərgəsini seç deyir. Baxaq görək. Məsələn, A bəndində helpful var, getdi. Bizə isim lazımdır. B bəndində virtual var, virtual, yəni getdi. Organic var, getdi. Sonra funny var, getdi. Friendship, image, hair, bəli, dostluq, şəkil, saç. Doğru cavabım E bəndi olacaq. Növbəti sualımıza baxırıq uşaqlar. Deyir, if you really want to be successful, həqiqətən uğurlu olmaq istərsənsə, you need to be, necə olmalısan, sənə nə lazımdır, necə olmağın lazımdır, qərib olmağın lazımdır, strange və yaxud qəribə, xeyr, getdi. Sad, qəmgin olmalısan, qaba olmalısan, kobud olmalısan, sıxıcı olmalısan, yoxsa creative olmalısan. Bu sırf tərcüməyə əsaslanan testimiz idi. Sonra 62-ci sualda antonim deyir. Antonim deyirsə longun antonimi short olar da. Elə o bir variantlara baxsaq, bu C bəndidir. O bir variantlarda cool, sərin, serious, ciddi, amazing, heyrətamiz, unique, unikal, tayı bərabəri olmayan antonimi olacaq longun, short olacaq. Növbəti sualımızdan davam edirik. Növbəti sualımızda deməli burada baxıram. Artiklın işlənmə qaydasına görə biz bilirik ki, sifətin üstünlük dərəcəsində birinci tərəfdə ancaq Z olacaq. Ona görə C-ni çıxıram, E-ni çıxıram, D-ni çıxıram. İkinci tərəfdə də internet E ilə yox, Z ilə olmalıydı. Doğru cavabım olacaq A bəndi. It is the most popular video on the internet. O internetdə ən məşhur videodur. Doğru cavabımız A bəndi.
64-də baxırıq. Yenə article testidir. Baxın uşaqlar, burada görürəm ki, language sözü var. Language sayılan tək isimdir deyə boşluqla işlədə bilmərəm. A getdi, B getdi. İkinci tərəfdə də good reading and writing skills. İki şey deyir də. İki şey deyirsəm, burada doğru cavabım deməli ən olmaz getdi. Yenə də deməli C də olmaz. Doğru cavabım olacaq E bəndi. It's easier to learn a new language if you have good reading and writing skills. 65-ci sualdan davam edirik. 65-ci sualda baxıram with var. With'dən sonra biz bilirik ki, söz önüdür. Söz önündən sonra obyekt əvəzliyi axtaracağam. Obyekt əvəzliyi axtaracağam deyə birinci bir dənə E-ni pozuram birinci tərəfə görə. Qalanlarını pozmuram. Çünki hamısında birinci tərəf obyektdir. İkinci tərəfdə baxın she always makes. Makes-dən sonra özdə smile var da. Baxın, hələ variantlara baxıram. İkinci tərəfdə she ortada gəlməz. Biz bilirik ki, she şəxs əvəzliyidir, cümlənin əvvəlində gəlir. Burada da yəni mürəkkəb cümlə deyil ki, ikinci tərəfdə she gəlsin. Yəni sadə cümlədir. Bir sadə cümlədə ortada belə axırda she gəlməz. İki variant arasında qalırıq. İndi baxın, deyir ki, Kate's friends never feel bored with her. Onunla, Kate'in dostları onunla bir yerdə olanda heç vaxt darıxmırlar. She always, Kate yəni, she always makes kimi güldürür həmişə. Dostlarını güldürür də. Burada da Kate's friends-ə refer back edirik. Yəni istinad eləyir burada. Əvəzliyimiz olacaq him yox, them olacaq. Doğru cavab C bəndi. Yenə baxırıq növbəti sualımıza. 66-cı sualda friends var. Friends isim gəlib də. İsim gəlibsə nəyə çıxıram? C bəndini birinci tərəfə görə çıxıram. Mine-dan sonra gəlməz mine. Çünki müstəqil işlənən yəli əvəzliyidir. İkinci tərəflərdə yenə gift var, isim var, hədiyyə deməkdir. Theirs-lə işlənməz, hers-lə işlənməz. Sonra burada da baxın uşaqlar. Them olmaz axı, them sonra da təzədən isim elə olmaz. Ona görə də doğru cavabım olacaq E bəndi. Baxaq görə indi nə çıxdı? Jane thanked her friends. Çünki burada da özdə birinci D bəndində birinci tərəfdə Jane təşəkkür etdi dostlarına da, yəni öz dostlarına. Nə üçün? For their friends. Onların hədiyyəsi üçün. Bəli, doğru cavabımız olacaq E bəndi. Definition testimizdən davam edirik. Uşaqlar, baxın, announce to quite melt. Announce nədir? Elan etmək. Elan etmək nə idi? To tell people about something official. Rəsmi olaraq insanlara nəyinsə məlumat vermək. Yəni, bir A bəndi. To quite nə idi? Bələdçilik eləmək. Yəni, show the way, yolu göstərmək, bələdçilik eləmək C. Melt də nə oldu? To become liquid, mayeyə çevrilmək. Yəni, B bəndi. Yəni, A, C, B. A, C, B. D bəndi. 68-ci sualımızda baxırıq ki, burada agreement mövzusuna aiddir. Biz demişdik ki, baxın, ingli sözlə başlayanda mübtədam nə olurdu? Mübtədam, daha doğrusu xəbərim tək olurdu. Bax, carrying this bag. Bu çantanı daşımaq nə? Niyə are olsun ki, is olacaq? Ona görə bu səhvdir. Winners of the competition. Biz demişdik ki, oflu birləşmələrdə ofun soluna baxacam. Ofun solu winners isə cəm mübtədam, xəbərim cəm olmalı idi. Bəli, bu düzdür. The price of the flowers. Flowers'ın ofuna baxacam. Ofun solu nədir? Price təkdir deyə was olacaq. Bəli, elə bu da doğrudur. Eating too much. İngli feildir. İngli ilə başlayır. Mübtədam ingli ilə əvəz olunub da, yəni inglə verilib. Ona görə də burada is olmalı idi. Ona görə bu səhvdir. Doğru cavabım olacaq 2-3. 2-3. Short textlərimizlə davam edirik uşaqlar. Good morning students. There will be a math test on Thursday. Please study units 3 and 4. Bring pencils and calculators. Don't be late. Sabahınız xeyir uşaqlar. Deməli, çərşənbə günü riyaziyyat imtahanı olacaq. Xahiş edirəm bölmə 3 və 4-ü oxuyasınız. Karandaşlarınızı və kalkulatorunuzu gətirin. Gecikməyin. İndi bəndinə baxın. Students can't use a calculator during the exam. İmtahan zamanı uşaqlar kalkulator istifadə edə bilməz. Axı dedi, kalkulatoru gətirin. Ona görə səhvdir. Students mustn't learn anything before exam. İmtahandan qabaq uşaqlar heç nə öyrənməməlidir. Səhvdir. Students must attend a math exam on time. Aha, nə deyir? Uşaqlar deyir, riyaziyyat imtahanında vaxtında iştirak eləməlidirlər.
Elə doğru cavabım C-dir. Baxaq D niyə səhvdir. The teacher will give students pencils during the exam. Müəllim deyir şagirdlərə karandaş verəcək imtahan zamanı. Xeyr, müəllim dedi ki, özünüzlə gətirin. The math test will be held next weekend. Gələn həftə keçiriləcək imtahan. Xeyr, səhvdir. Doğru cavabım C bəndir. Növbəti short tekstimizdən davam edirik. Deməli, hospital announcement xəstəxana elanıdır. Visiting hours are from 10 a.m. to 6 p.m. only. Deyir ki, ziyarət saatları da xəstəxanaya yəni xəstələrini ziyarət edən adamlar saat 10 AM-dən saat 6-ya qədər yalnız o saatlarda baş çəkə bilərlər. Please speak quietly in the rooms. Otaqlarda xahiş edirik sakit danışasınız. Wash your hands before entering. Xəstəxanaya daxil olmazdan əvvəl əllərinizi yuyun. Don't bring flowers or food during visit hours. Ziyarət saatları zamanı nə gül gətirməyin, nə də ki yemək gətirməyin. Children must stay with an adult at all times. Uşaqlar yəni böyüklərinin yanında olmalıdırlar. Yəni öz başına buraxılmamalıdır. Thank you for helping us keep the hospital safe and calm. Bizə kömək etdiyiniz üçün sizə təşəkkür edirik. Köməyiniz üçün təşəkkür edirik və xəstəxanamızı təhlükəsiz və sakit saxlayın. İndi baxaq görək burada nə deyir bizdə. You can enter the hospital when you want. İstədiyin vaxtda hospitala, xəstəxanaya girə bilərsən, səhvdir. You can bring food and other things to the hospital. Xəstəxanaya yemək və digər şeylər gətirə bilərsən, xeyr, dedi, olmaz. You can enter the hospital with dirty hands. Çirkli əllərlə girə bilərsən, xeyr. The announcement gives information about visiting hours. Bəli, deyir bu elan xəstəxanaya ziyarət saatları haqqında məlumat verir. Bəli, doğru cavabım elə D bəndidir. Children are not allowed the hospital. Deyir, uşaqlara icazə verilmir xəstəxanaya gətirilmək. Amma orada demirdi. Eləcə deyirdi ki, uşaqları öz başına buraxmayın. Yəni, böyüklərinin yanında olsun. Bütün vaxtlarda öz böyüyünün yanında olsun. Doğru cavabımız D olacaq uşaqlar. Növbəti short tekstimizdən davam edirik uşaqlar. Deməli, the road is under construction. Yol təmirdədir. Please use public transportation. Xahiş edirik, ictimai nəqliyyatdan istifadə edəsiniz. Don't enter closed areas in private cars. Deyir ki, bağlı ərazilərə xüsusi maşınlarda gəlməyin, şəxsi maşınlarda gəlməyin. We apologize for any inconvenience. Deməli, narahatçılığımız üçün sizdən üzr istəyirik. Narahatçılığa görə üzr istəyirik. Yəni, thank you for your understanding. Anlayışınız üçün təşəkkür edirik. Baxaq görək. The road is already constructed. Deyir ki, the road is already constructed. Yəni ki, yol artıq təmir olunub. Xeyr. Bizə deyir, hələ təmir gedir. There is no inconvenience on the road. Heç bir narahatçılıq yoxdur yolda. Xeyr, var. Using public transportation is not recommended. Deyir ki, ictimai nəqliyyat istifadəsi məsləhət görülmür. Əksinə deyir ki, ictimai nəqliyyatdan istifadə elə. Drivers are not allowed to enter the closed areas in cars. Bəli, elə doğru cavab budur. Deyir, sürücülərə icazə verilmir ki, bağlı yerlərə maşınları ilə gəlsin. There is no area that was closed due to the construction. Deyir ki, təmir işləri ilə əlaqədar olaraq heç bir yer bağlı deyil. Bu da səhvdir. Yəni, bağlı olan yollar var idi. Ona görə də əvvəlcədən xəbərdarlıq eləmişdir. Doğru cavabımız olacaq D bəndir. Uşaqlar, mətnimizə baxırıq. Mətnimizdə nə deyir? Lüksemburq haqqında danışır. Deyir, Lüksemburq, deməli, Qərbi Avropanın mərkəzində yerləşən, ürəyində yerləşən, yəni mərkəzində yerləşən, belə deyək də, ən yaxşı yerində yerləşən balaca bir ölkədir. Balaca ölçü olmağına baxmayaraq, burada deyir, çox maraqlı faktlar var, hansı ki, deyir, bizi təəccübləndirə bilər. Məsələn, Lüksemburg is one of the richest countries on the earth. Yer kürəsində ən varlı ölkələrdən biridir. Sərvətə görə, sərvət baxımından. Yəni, Lüksemburg residents earn 2 times more than Americans. Lüksemburg əhalisi, residents nədir? Əhali insanları deyir, deməli, Amerikalılardan 2 dəfə çox pul qazanırlar. Deməli, varlıqlarda yaşayışları yaxşıdır. Lüksemburg is ranked 4th in the European Union for the lowest petrol price. Ən aşağı neft qiymətlərinə görə Avropa Birliyində 4-cü sıralamadadır və second for the lowest number of the diesel cars in the world. Dünyada dizel maşınlarının sayının ən aşağı sayına görə 2-ci yerdədir. Amazon headquarters is also situated in Luxembourg. Əsas ofis Lüksemburgda yerləşir. There are 3 official languages. Lüksemburgda 3 rəsmi dil var. And local people speak 3 languages. Yerli əhali də 3 dil danışır. German, French and Luxembourgish.
həm Lüksemburg dilində danışırlar, həm alman, həm də fransız dilində danışırlar. While German and French are often used in administration, Luxembourgish is widely used in bir dəqiqə is widely used in yuxarı baxaq. In conversation. Burada nə dedi? Deməli deyir ki, alman dili və fransız dili əsasən bu administrasiyalarda nümayəndələr tərəfindən danışılırdısa, Lüksemburg əsasən söhbətlərdə çox istifadə olunur. Yəni gündəlik danışıqlarda istifadə olunur. French is used in business, hotels and restaurants and cafes, while German is the dominant language in media. Fransız dili biznes, otel, restoran, kafelərdə istifadə olunur, amma alman dili isə mediada əsas dildir. The most surprising fact is that Luxembourg offers free public transportation. Ən sürprizli və təəccüblü faktlardan biri də fakt odur ki, Luxembourg deməli ictimai nəqliyyat pulsuzdur orada. The most popular form of transport in Luxembourg is the tram. Deməli ən məşhur nəqliyyat növü orada tramvaydır. It was the first country in the world to provide free public transportation for the whole nation, which includes train, trams and buses. Deyir ki, uşaqlar, ilk ölkə olub ki, dünyada deməli bütün insanlara qatarlar, tramvaylar, avtobuslar daxil olmaqla bütün insanları pulsuz ictimai nəqliyyatla təmin edən ilk ölkə olub. İndi suallarımıza baxırıq. Choose the correct answer to the question according to why is Luxembourg placed in the ikinci sırada nə üçün yerləşirdi? Nə üçün olurdu? Baxaq, for the wealth of its nation. Burada belə bir cümlə var idi. Baxın, for the lowest, deməli, for the lowest, bax bu cümləyə baxın. İkinci sırada for the lowest number of diesel cars. İndi baxaq ora. Bax, E bəndi. Doğru cavab burada E bəndi olacaq. Növbəti sualımıza baxaq. Choose the correct statement. 73-də doğru cavabları seçirik. Baxaq görək. Transportation is free of charge. Bəli, nə dedi? Nəqliyyat pulsuzdur Lüksemburgda. Bəli, bu düzdür. Sonra insanları da, əhalisi də varlıdır. Bəli, elə doğru cavab 1-2 B bəndidir. 3-də nə deyir? Lüksemburgdakı insanlar Amerikalılardan az qazanır. Yox, əksinə 2 dəfə çox qazanırdı. Fransız dili medianın əsas dili idi. Yox, alman dili medianın əsas dili idi. Doğru cavabımız olacaq 1-2. Yəni B bəndi. Sonra what's the passage mainly about? Mətnimiz nə haqqındadır? Avropanın ən varlı ölkələrindən biri haqqındadır uşaqlar. Doğru cavabımız olacaq A bəndi. Baxaq o birislər niyə? Lüksemburgda ən ucuz restoranlar, nə bilim, Avropadakı nəqliyyat, Lüksemburgun əhalisi, Amazon, yəni o şeydə, nədir, əsas ofis, nə bilim nə. Bunlar deyildi də. Ən əsas nə idi? Dünyada Avropanın deməli, ən zəngin ölkələrindən biri haqqında danışırdıq. Sonra burada nədir? Deməli, Lüksemburg dili ən çox nədə istifadə olunurdu? Everyday speech-də, gündəlik danışıqda istifadə olunurdu uşaqlar. Çünki orada dedi ki, in conversation, yəni söhbətlərdə istifadə olunurdu. Bəli, bu da ev söhbətlər, yəni gündəlik nitqdə, gündəlik danışıqda istifadə olunurdu. Davam edirik uşaqlar. Choose the false statements deyir. Yəni səhv cavabları axtarırıq. Luxembourg is situated in Eastern Europe. In Eastern demirdi, Western deyirdi. Ona görə A, bir səhvdir. Public transport consists of trains, trams and buses. Bu doğrudur. Bizə elə səhv cavab lazımdır deyə biri götürürük. Bizə false lazımdır. Ona görə biri götürürük. Amma ikincisi düzdür deyə onu götürmürük. Üçüncüsünə baxırıq. Luxembourg has different state languages. Bəli, müxtəlif dillərdə danışır, dilləri var. Bəli, bu doğrudur. Bizə yanlış lazımdır deyə onu götürmürəm. İkinci böyük ölkədir Avropada. Bizə elə bir şey demirdi. Yəni bu da səhvdir. Səhv olduğuna görə də bizə doğru cavab, səhv olan cavablar 1-4-dür. Doğru cavab 1-4. Uşaqlar, gəldik listeningə. Deməli, listeningdə nədən danışırdı? Bu dəqiqə mənim listening material əlimdə yoxdur, amma nar festivalından danışırdı. Məsələn, birinci sualda, bu 77-ci sualda doğru cavab deyir ki, what's the main purpose of festivalın əsas məqsədi nə idi? Festivalın əsas məqsədi to demonstrate benefits of pomegranate, narın faydalarını nümayiş elətdirmək idi. Bir də, deməli,
həmin regionda turizmin inkişafına kömək etmək idi. Yəni 77-nin doğru cavabı olacaq 1-3. E bəndi. İkinci sualda deyirdi ki, mətn, daha doğrusu listening nə haqqındadır? Burada deməli, one of the famous festivals, məşhur festivallardan biri haqqındaydı. Yəni, nar festivalından söhbət gedirdi. Doğru cavab B olacaq. 79-cu sualda nar nəyin simvolu idi? Orada nar həyat və good luck, uğurun, həyatın və uğurun simvolu idi. Doğru cavab E bəndi olacaq. Növbəti sualda true false olanlarda da uşaqlar birincidə deməli birincidir pomegranates grow only in the regions, yalnız Azərbaycan regionlarında olur, yox. Burada sıralama bu cür olacaq. Deməli B, A, A. Bu sıralama ilə yoxlayın uşaqlar. Bundan sonraki şəklimizdir uşaqlar. Şəkil üzrə, deməli şəkil üzrəyə də bax. Şəkil üzrə yazmalıydınız uşaqlar. Şəkil üzrə də məsələn biz bilirik ki, şəklin qaydası nədir? Ən birinci, ən az 35 sözdən ibarət olmalıdır. Şəklin hər üçü də təsvir eləməlisiniz. Şəklə ad verməlisiniz. Zamanları ya keçmiş, ya indiki sadə zamanda yazılmalıdır. Şəklin hər üçündə olan detallara toxunmalısınız. Və gözəl olar ki, məsələn, mətnin giriş hissəsi olsun. Axı siz hekayə qurursunuz. Giriş hissəsi olmalıdır. Ortada mətnin gedişatı, əsas məğzi, nəhayət sonda öz fikrinizi nəticə conclusionda, yəni nəticə ilə bağlamalısınız fikrinizi. Rabitəli olmalıdır hekayəviz, bir-birinə cümlələr əlaqəli olmalıdır. Qrammatik səhvə yol verilməməlidir. Bugünkü sınaq izahımız da bu qədərdir uşaqlar. Sualınız olarsa rəylərdə və ya şəxsidə yazıb yönləndirə bilərsiniz. Sağ olun uşaqlar.